Değerli izləyicilər, sizi kanalımdan salamlayıram. Bugün qarışıq plovlardan olan lərcə plovu hazırlamışam. Hazırlama qaydasını sizlərlə bölüşmək istədim. Əvvəlcə bir qaba yarım kiloqram lərcə əlavə edib, yaxşı-yaxşı yuyub islatdıram. Daha sonra ayrı bir qabda düyünü eyni qaydayla yuyub islatdıram. Deməli, yarım kiloqram lərcə, yarım kiloqram da düyündən istifadə edirəm. Bizim bu yeməyimiz cənub mətbəxinə aiddir. Deməli, lərcə də, düyü də 2 saat istiqda qalsa kifayət eləyir. Yəni, heç suya duz da qatmamışam. Yəni, adi suda isladıram. Suyumuz qaynara düşdükdən sonra duzunu əlavə edib, düyünü qazana əlavə edirəm və bir burum qaynadıram. Deməli, düyünü əvvəlcə əlavə edib bir burum qaynadıram, sonra lərcəni əlavə edəcəm. Bir yerdə əlavə eləmirəm. Olar ki, düyünlə lərcəni bəzən olur ki, bir yerdə də əlavə edirlər. Amma elə olanda, biraz qaynayanda, lərcədə çox qaynayanda biraz əzilmə olur. Ona görə yaxşıdır ki, bir burum düyü qaynayandan sonra lərcəni əlavə eləyək. Yəni, lərcə istiqda qalıb, onsuz da yumuşalır. Gördüyünüz kimi bir burum qaynatdıqdan sonra lərcəni əlavə edirəm və yenidən qaynadıram. Burada da çox qaynatmıram. Düzdür, indiki düyülər uzun düyüdən söhbət gedir. Yəni, nə qədər qaynasa da əzilmə ehtimalı çox azdır. Amma burada lərcə ilə bir yerdə bişirirəm deyə çox qaynatmıram. Elə biraz qaynayır. Demək olar, lərcə biraz bişir. Hiss edirəm ki, bişdi. Bundan sonra süzürəm. Mən qeyd edeyim ki, deməli, bu qarışıq plovlar çox dadlı olur. İstər lərcə plov, mərci plov, lobya plov, kartof plov. Yəni, ümumiyyətlə, qarışıq plovlar çox ləzzətli olur. Düyü hazır oldu. Qaynayandan sonra süzürəm. Süzdükdən sonra, deməli, qazanı yenidən qazın üstünə yerləşdirib, içərisinə kərə yağı əlavə edirəm. Biraz istiləşir. İstilənəndən sonra süzülmüş düyünü qazana əlavə eləyəcəm. Burada diqqət edərsiniz, deməli, düyünü qazana əlavə etdikcə çox möhkəm düyünü olur. Düyünü əlavə edirlər qazana, sonra qazanı belə çırpırlar. Onda düyü çökür. Elə eləməyə ehtiyac yoxdur. Yəni, onda düyü çökür, alt tərəfi dəm aldıqca çox yapışqan olur, belə biraz xəşil kimi olur. Ona görə düyünü elə ehtiyatla qazana əlavə eləmək lazımdır ki, elə bil özündən havalı qalır, belə hündür. Elə nə formada qalırsa, o formada da dəmə vurmaq daha məsləhətlidir. Sonda üzərinə kərə yağına da gəzdirib dəmə qoyuram. Deməli, dəmə vuranda da qapağı, süfrəni qapağa bükürəm. Yəni, dəm aldıqca plovun parı çıxır, həmən parı süfrə öz canına çəksin. Yəni, boş qapağa qoyanda suyu içinə damır da. Ən yaxşısı qapağa süfrə bükməkdir. Gördüyünüz kimi plovumuz dəm aldı. Yəni, par çıxanda elə hiss olunur ki, belə parlanıbsa, demək ki, dəm aldı plovumuz. Hardasa bir yarım saat, 40 dəqiqəyə plov dəm aldı. Dəm aldıqdan sonra servis edib süfrəyə verirəm. Çox ləzzətli bir plov alınıb. Həqiqətən, üzərinə də kərə yağı gəzdirəndə. Deməli, qeyd edeyim ki, bu qarışıqca plovlar var. Elə plovları, məsələn, duzlu balıqla da, çığırtma ilə da, nə bilim, ən azından evdə heç bir şey yoxdursa, adi sirkə badımcanla da yemək çox ləzzətli olur bu qarışıq plovları. Heç qarası olmasa belə, kərə yağı ilə yağlayıb yemək də çox dadlı olur, həqiqətən. Yəni, həm də bərəkətli bir yeməkdir. Dəyərli xanımlarımız, kanalıma dəstək olmaq üçün abunə olub, like atmağı unutmayın. İnşallah yeni videolarla kanalımda görüşənədək hələlik.